Man ir patiesas prieks apmeklēt jūsu skaisto valsti. Bu il diplomatik əlaqələrimizin 30 illiyini qeyd edəcəyik. Amma mədəni tarixi əlaqələrimiz daha qədimdir. Ölkə ilə tanışlıq çərçivəsində dünən Latviya-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndələri ilə Qarabağ regionuna, Şuşaya və Füzuliyə səfər etdik. Eyni zamanda orada baş vermiş faciəli tarixi məqamları, keçmişin izlərini görmək şansımız oldu. Parlamentlərarası münasibətlərin dərinləşdirilməsi istiqamətində Azərbaycanlı həmkarımla ətraflı müzakirələr apardım. Biz həmçinin Latviyanın Azərbaycanın suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünə güclü dəstəyimizi bir daha ifadə etdik. Beynəlxalq ictimaiyyətin nümayəndələrinin səfəri Azərbaycan həqiqətlərinin daha çox öyrənilməsi ilə nəticələnə bilər. Mən sülh danışıqlarına görə ölkəni təbrik edirəm və ölkənizə hərtərəfli sülh əldə etməyi arzu edirəm. Biz hava limanında olduq, Şuşada olduq. Bu ərazilərin dağıntılardan sonra necə sürətlə böyük quruculuq işlərini görmək bizi sevindirdi. Arī loģistikā un turisma attīstībā.